edilər. Zazalar, baxın, zazalar yazırlar dimli və dımlılar. Dım və dim. Ola qısa yazırlar. Tarix 200 il yazır. İndi mən Kürt tarixini oxudum, dəhşətə gəldim. Dəhşətə gəldim. Bura hazırlaşmaq üçün Kürt tarixini oxudum. İnan ki, dəhşətə gəldim. Vallahi Ermənidən 5 qatar yazıblar, ayıbdır bu nəsli yazmaq. Yazırlar ki, o tarixdə. Onlar belə zazaları özlərini hesab edirlər. Bu heç. Yazırlar ki, hatta Hamxanişi dövləti bir o qalıb, Zərdüştdən qabaq paradata olub, paradatalar, yəni 4500 il qabaq. Yazır bunlar Kürdlərdir. Əki Zərdüşt yazır ki, paradada yəni ata yolu ilə gedənlər, öncül gedənlər, bunun izahı varsa, Farsana piştadlərdir. Sonra yazırlar ki, sonra qısa deyib, sonra yazırlar, baxmayım Kürt dahirinə, yazır ki, Sahsanalar Kürtdülər. Estağfurullah. Sonra yazır ki, Kir Kürtdür. Sonra yazır Dara Kürtdür. O da mən də deyərəm Dara Talışdır. O da deyərəm Cingizxan Talışdır. Böyle şey olar. Mən bilirəm Kürdlər onlara qonşudurlar. Əfsuslar olsun ki, bu çox dəhşət inan ki, oxudum, mən dəstə gəldim. Dəstə gəldim. Zazalar qardaşlarımızdır. Zazalar ən yaxın. Dəstəkləyir. Çox əfsuslar olsun ki, bu günlər Türkiyə dövləti Kürd tarixini dəstəkləyir. Bu artıq siyasətə çevrilib. Amma heç olmamaqdansa ən azı Zazaların gec də olsa dirəniş göstərməyə, bu günlər Talışların Zaza ilə birləşməsi, tarixi araşdırmaların etməsi də çox gözəl bir şeydir. Ən azı biz faktlar qoyuruq önümüzə. Yəqin ki, həm Zazalardan, həm Talışlardan aidiyyəti insanlar bu mövzuları alıb daha öz, belə deyək ki, tərəfində bu mövzu isə savaşacaqlar, yəni buna dirəniş göstərəcəklər. Çünki doğrudan da Türkiyədə bu günləri Zazalarla bağlı o qədər bir saxtakarlıq var. Artıq belə onu idarə etmək artıq itib, yəni idarə etmə mexanizması itib onun.